Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər, müəllimlər, şagirdlər və biologiya sevərlərimiz. Biz bu günləri sizinlə ABC Akademiyanın biologiya sınaq toplusundan 10-cu sınağın testlərinin izahlarını verəcəyik. Başlayırıq birinci sualdan. Birinci sualda bizə deyilir ki, əzizlər, nöqtələrin yerinə uyğun gələn cavabları müvafiq olaraq yazın. Yaxından görmə uzaqdakı əşyanın torlu qişadan öndə alınmasıdır. Yəni, torlu qişanın uzaqdakı əşyanı biz yaxından görmə xəstəliyi zamanı görmürük. Onun xəyalı torlu qişanın önündə alınır. Yəni, birlə başladıq, davam edirik. Səbəbi göz almasının uzunsov olmasıdır. 3 ilə davam elədik. Göz alması uzunsov olduğuna görə uzaqdakı əşyanın xəyalı torlu qişaya gedib çatmır. Və ya billurun qabarıqlığının nədir? Artmasıdır ki, burada billur qabarıq olur və nəticə işıq şüalarını gedib torlu qişanın üzərinə düşməsinə imkan olmur yəni. 5 ilə davam edək. Və cavabımız 1, 3, 5, yəni A bəndi şəklində götürmüş oluruq. İkinci sual. Hansı xəstəlik zamanı qaz halında olan qıcıqların qəbul edilməsi pozulur? Qaz halında olan qıcıqların qəbul edilməsi. Qaz halında olan qıcıqlar belə deyək də burun vasitəsilə qəbul edilir də. Nə havanı burundan alırıq axı biz. Yəni hansı xəstəlik zamanı bu pozulmuş olur? Yəni qoxu bilmə hissiyatı itir. Qoxu bilmə hissiyatının itməsi nədir? Anosmiya. D bəndi olacaq. İkinci sualın cavabı. Üçüncü sual. Mərkəzi sinir sistemindən çıxan sinirlərin cəmi n olarsa, yəni 43 cüt, 86 ədəd və yaxud da onurğa beynindən çıxan sinirlərin cəmini hansı ifadə ilə göstərmək olar? Buradan onurğa beynini tapmaq üçün baş beyindəki sinirləri çıxmaq lazımdır. Baş beyindən də 24 ədəd sinir çıxırdı. Ona görə n-dən 24-ü çıxmalıyıq. Cavabımız Y bəndi. Dördüncü sualda. Çarpaz tozlanma zamanı əmələ gələn toxumun rüşeym hüceyrələrinin nüvəsində 16 xromosom var. Bu toxumun endospermində 23 xromosom olarsa, mayalanmadan bilavasitə əvvəl rüşeym kisəsində olan hüceyrələrin xromosomlarının cəmi neçə olar? Spermilər rüşeym kisəsinə daxil olmuşdur. Gəlin buna baxaq əzizlərim. Demək, siz yadınızda saxlayın ki, əgər bitki çarpaz tozlanırsa, onun biz endosperm hüceyrəsindəki xromosomları, endospermində olan xromosomları, bir dəqiqə, endosperm çıxılsın, rüşeym şəklində qeyd eləsək, burada biz taparıq nəyi? Yumurta hüceyrəni. Yumurta hüceyrəni taparıq. Yəni bizim yumurta hüceyrəmizin xromosom sayı bərabərdir 23 çıxılsın 16, o da bərabərdir 7-yə. Yumurta hüceyrə dişiyə xas olan bir xromosom dəstinə malikdir. Rüşeym xromosom sayı da 16 veribsə, yəni yumurta hüceyrə üstə gəlsin spermini bizdə 16 veribsə, yumurta hüceyrənin üzərinə yerinə 7 yazıb spermini buradan tapsaq, sperminin də xromosom dəsti eləyəcək nə qədər? 9. Yaxşı, gəlin indi baxaq. Nə deyib? Mayalanmadan bilavasitə əvvəl rüşeym hissəsində olan hüceyrələr, dişiyə xas olan hüceyrələr, demək, nədir? 5 dənə mayalanmada iştirak etməyən haploid hüceyrədir, 5-in. Bir dənə mərkəzi hüceyrədir, 2-in. Və bir dənə də yumurta hüceyrədir N. Yəni 8 N dişiyə aiddir. N-i yerinə gətirib 7-ni qoymalıyıq. Yəni 8-i vurmalıyıq 7-yə. Bu eləməlidir 56. Və spermilər rüşeym kisəsinə daxil olub deyir axı. 2 dənə də spermini hesablasaq, 9-u da vursaq 2-yə, bu da eləyəcək 18. Və 18 ilə də 56-nı toplasaq, cavabımız olacaq 74. Yəni dördüncü sualın cavabı bizdə C bəndi etmiş olacaq.
Beşinci suala gəlirik. Vegetativ çoxalması soğanaqlı yumrular vasitəsilədir. Biz burada zəfəran və qladiolisi bilirdik. Yəni burada da D bəndi olacaq bizim cavabımız. Altıncı sualda. İki eyni ölçülü hüceyrə orqanoidi. Bu hansıdır? Sentrosom və yaxud da hüceyrə mərkəzidir. Bir hansı fikir yanlışdır? Zülal sintezini həyata keçirir. Bu səhv fikirdir. Ali bitkilərdə olmur. Ali bitkilərdə olmur. Bu doğru bir fikirdir. Ali heyvanlarda olur. Bəli, olur. Membransızdır. Doğrudur. Hissələri bir-birinə, yəni sentriollar bir-birinə perpendikulyar şəkildə yerləşir. Bu da doğrudur. Cavabımız A bəndi olacaq 6-cı sualda. 7-ci sualda geoxronoloji cədvələ əsasən neçə geoloji erada ibtidai bitkilər mövcud olmuşdur? İbtidai bitkilər yaranmışdır Proterozoyda. Ondan sonra da mövcud ola gəlir. Yəni Proterozoy, Paleozoy, Mezozoy və Kaynozoy. 4 dənə erada. Cavabımız D bəndi olmuş olacaq. 8-ci sualda hansı bitkinin zigotu bölündüyü zaman qütblərə iki xromatlı xromosomlar çəkilir. Yəni zigot meyoz yolla bölünür demək istəyib. Zigotu meyoz yolla bölünür. Təbii ki, bu da Ulotrixdir ki, Ulotrixin zigotu meyoz yolla bölünərək 4 ədəd qamçısız spor əmələ gətirir. Üç xromatlı xromosomlar meyozda qütblərə çəkilir də. Ona görə Ulotrix götürülür. 9-cu sualda energetik prosesləri meydana çıxma sırası ilə düzün. Düzün. Baxırıq ki, birinci nə yaranıbdır? Anaerob tənəffüs yaranıbdır. Sonra xemosintez prosesi yaranıb. Daha sonra fotosintez baş verməlidir ki, aerob tənəffüsdə üzə çıxsın. Yəni 3, 2, 1, 4 şəklində cavabımızı düzəcəyik. A bəndi. 10-cu sualda hər birindən bərabər sayda götürülmüş kərtənkələ, ilan, qurbağa, timsahda olan ürək kameralarının cəmi 78-dir. Kərtənkələdə olduğu nə? Hər biri eyni saydadirsə x deyəcəm. Kərtənkələdə ürək kameralarının sayını deyəndə 3x, ilanda 3x, qurbağada 3x, timsahda 4x-dir. Bunları 78-ə bərabər elədik. 13x bərabərdir 78-ə və x da bərabərdir 6-ya. Deyir, cəmi 6 dənə nə var? 6 dənə burada hərəsindən də kərtənkələ, 6 ilan, 6 qurbağa, 6 timsah var. Bu canlılarda cəmi neçə döş sümüyü gövdə skeletinə aiddir? Tamam. Kərtənkələni götürəcəyik 6 dənə. İlanda döş sümüyü yox idi. Götürmədik. Qurbağada döş sümüyü ön ətrafın qurşağına aiddir və timsaha götürəcəyik 6 dənə. Cəmlədiyimiz zaman cavabımız 12 eləyəcək. Yəni Y bəndi. Bizim cavabımız. 11-ci sual. İnsanın limfası eritrositə malikdir, xeyr. Hemoqlobinə malikdir, xeyr. Leykositlərə malikdir, bəli. Qırmızı rəngdə olur, xeyr. İfrazat məhsullarını daşıyır, bəli, daşıya bilər. Daşıya bilər. Bu da doğru bir fikirdir. Cavabımız A bəndi olmuş olacaq. 12-ci sualda. Noxud, darı və qarğıdalı toxumlar düzərərkən bərabər miqdarda su udublar. Baxaq, noxudda, qarğıdalıda və darıda. Hər birinin udduğu su bərabər miqdarda olub. Hamısına x miqdarda su götürürəm. Onda quru kütlə noxudda olacaq x, udduğu su qədər. Qarğıdalıda olacaq 2x, udduğu sudan 2 dəfə çox. Darıda olacaq 4x, udduğu sudan 4 dəfə çox. Deyir toxumların, bura quru sözünü yazaq. Toxumların düzəlməsinə cəmi 120 qram su sərf olunubsa. Yəni, bax, udduğu sular, bax, bunların üçünün cəmi 3x bərabərdir 120-dir deyir. X-i tapıram buradan 40.
Okey. Deyir darı toxumlarının quru kütlələrinin cəmi neçə olub? Darı toxumunun quru kütləsini 4x yazmışıq bura. 4-də vuracam 40-a, bu da eləyəcək 160 qram. Yəni 12-ci sualın cavabı olacaq Y bəndi. Davam edirik. 13-cü sualda armorfozlar nəticəsində hansı sistematik kateqoriyalar yaranmışdı? İri sistematik kateqoriyalar: şöbələr, tiplər, siniflər, dəstələr əmələ gəlmişdir. 1, 3, 4 cavabımız B bəndi. 14-cü sualda hansı bitkilərin meyvə yanlığı toxum cücərdiyi zaman açılır? Bu bir toxumlu bitkilərdir. Bilirik ki, bir toxumlu bitkilərdə meyvə yanlığı toxum cücərən zaman, çox toxumlu bitkilərdə isə toxum yetişən zaman açılır. Onda bir toxumlu bitkilərdən biz burada nəyi görürük? B bəndində darı, fındıq, ərik olaraq cavabımızı götürməliyik. 15-ci sualda cədvələ əsasən x plus y cəmini tapın. Bölünmədən bilavasitə əvvəl hüceyrədə xromatid sayı x verib. Meyozun birinci bölünməsindən sonra əmələ gələn hüceyrədə xromosom sayı 19 veribdir. Yəni, meyozun birinci bölünməsindən əmələ gələn hüceyrə haploid olur. Yəni, bunun eni bərabərdir 19-a. 2 eni bölünmədən əvvəl bərabər olacaq 38-ə. Amma xromatid sayını deyib də 4C-də axı. 4C-miz də bərabərdir. N-in C-nin qiyməti bir-birinə bərabər olur da, sadəcə qarşısındakı rəqəmləri vurduğumuz zaman fərqlənirdi. Ona görə 19-u 4-ə vuracağıq, biz eləyəcək 76. Yəni x-in qiymətini tapdıq 76. Meyozun ikinci bölünməsindən sonra əmələ gələn hüceyrədə xromatid sayı NC olur da, yəni meyozun ikinci bölünməsindən alınan hüceyrədə C-nin də qiyməti N-in qiymətinə bərabər olduğuna görə Y də bərabər olacaq 19-a. Və 19 ilə 76-nı da toplayanda 15-ci sualda cavabımız A bəndi 95 olacaq. 16-cı sualda. Yaşıl quş mamırının sporofiti, yəni qeyri-cinsi nəsli. Nə idi bu? Qutucuq idi, qutucuğun ayaqçığı idi. Bilavasitə nədən əmələ gəlir? Təbii ki, ziqotdan əmələ gələcək. Nədən yaranacaq ki? 16-cı sual A bəndi olur. 17-ci sual. Cədvələ əsasən x plus y ifadəsinin maksimum qiymətini tapın. Çayxanız balığının onurğasında fəqərə sayı. Maksimum dediyinə görə 42 götürürəm. Göl qurbağasının onurğasında fəqərələrin sayı 9 dənə fəqərə demişdik, 10 dənə sümük demişdik. Cəmləyəndə cavabımız B bəndi 51 etmiş olacaq. 18-ci sualda insanın inkişafı zamanı rüşeyn vərəqlərinin formalaşması başlayır. Aha. Rüşeyn vərəqlərinin formalaşması, yəni ki, ektodermanın, endodermanın, sonra mezodermanın başlamasını istəyir bizdən. Biz demişdik ki, bu rüşeyn uşaqlığa düşür blastula mərhələsində. Blastula mərhələsində. Amma divarına yapışır gastrula mərhələsində və gastrula mərhələsində rüşeyn vərəqləri formalaşır. Divarına yapışma nədir? İmplantasiya. Ona görə cavabımız implantasiyadan dərhal sonra olmalıdır. Yəni D bəndi. Davam edirik 19-cu sualla. Siyahıda verilənlərin neçəsinin tənəffüs hərəkətlərində qabırğarası əzələləri iştirak edir? Aha, qabırğarası əzələsi var yəni və tənəffüsdə iştirak edəcək. Timsah, göyərçin, balıqda yox idi, qurbağada yox idi, kərtənkələdə. 3 dənə olacaq bizim cavabımız. Yəni C bəndi olacaq 19-cu sualın cavabı. Tibb zəlisi, kalmar, öküz sorteri, qaraciyər sortusu sormacılar arasındakı münasibəti istəyir. Tibb zəlisində 2 dənə, kalmarda sormacılar çox idi. Öküz sorterində 4 dənə, qaraciyər sortusunda 2 dənə. Deməli, Z bərabərdir Q-yə, kiçikdir S-dən, o da kiçikdir K-dan. Cavabımız B bəndi olmuş olacaq.
21-ci sualda. İnsan maksimum yuxu siklində yatıb 5 sikl. Lənc fazalarının davam etmə müddəti deyib minimumdur. Yəni 1 saatdır. Onda 5-i vuraram 1-ə. Onlar 5 saat lənc yuxuda yatıb. Tez yuxu fazalarının isə davam etmə müddəti maksimumdur. Yəni birinci 15 dəqiqə, ikinci 15 dəqiqə, üçüncü 15 dəqiqə, dördüncü 15 dəqiqə və beşinci 30 dəqiqə. Cəmləyəndə bu da eləyir 90 dəqiqə, yəni 1,5 saatdır. Deyir ki, lənc yuxu fazalarının davam etmə müddəti tez yuxu fazalarının davam etmə müddətindən nə qədər çox olar? 5-dən çıxın 1,5 saatı da. Bu da qalır 3,5 saat. Yəni 3 saat 30 dəqiqə. Cavabımız B bəndi olur 21-ci sualda. 22-ci sualda verilən fikirlərdən hansı doğrudur? Xarici sekresiya vəzləri bədən boşluğuna maye ifraz edə bilər. Bəli, edə bilər. Doğrudur. Məsəl üçün ağız suyu vəzləri. Bir doğru. İnsanda qarışıq sekresiya vəzləri heç bir bədən boşluğunda yerləşməyə bilər. Bəli, məsəl üçün kişilərin toxumluqları. Üçüncüdə deyir, 5 növ daxili sekresiya vəzisi heç bir bədən boşluğunda yerləşmir. Bədən boşluğunda yerləşməyən 5 növ yox, 5 ədəd daxili sekresiya vəzisi var. 4 dənə qalxana bənzər ətraf vəzi, 1 dənə qalxana bənzər vəzi. Aydındır? 5 ədəd. Dördüncüdən, qadınlarda daxili sekresiya vəzlərinin növ sayı kişilərdən artıq ola bilər. Bəli, ola bilər də. Düzdür. Qadınlarda sarı cisimdə, ciftdə müəyyən bir zaman ərzində hormon ifraz edildiyinə görə daxili sekresiya vəzlərinin sayı onlardan çox ola bilər. Doğrudur. Cavabımız 1, 2 və 4. B bəndi olmuş olacaq. 23-cü sualda hansı canlıların ürəyindən bir növ qan çıxıb, bir növ qan qayıdır? Çay xərçəngindən arterial çıxır, arterial qayıdır. Göl libisindən arterial çıxır, arterial qayıdır. Çöl qurbağası, çöl yoxsa göl qurbağası olar bu. Göl qurbağası ürəyindən 3 növ qan çıxır ümumiyyətlə. Qaydanda 2 növ qan qayıdır ürəyinə. Xana balığından venoz qan çıxır, venoz qan da qayıdır. Bu da cavabların içərisində olmalıdır. 1, 2, 4, yəni B bəndi olmalıdır 23-cü sualın cavabı. 24-cü sualda ağac gövdəsinin oduncağında olmur. Ölü ötürücü toxuma hüceyrələri təbii ki, oduncaq boruları elə bunlara aiddir. Mexaniki toxuma hüceyrələri e, təbii ki, oduncaq lifləri falan var burada aiddir. Olur da yəni. İllik halqalar olur. Əsas toxuma hüceyrələri ola bilər. Özək şüalarının içərisində falan. Ələyə bənzər borular oduncaqda olmaz. Qabığın da flayema qatında olar. Ona görə cavabımız Y bəndi olacaq. Gəldik. Badımcan bitkisinin bir çiçəyində olan bitişik ləçəklərin sayı 5 dənədir. N olarsa. Erkəkliklərin sayı hansı ifadə ilə müəyyən olar? Elə N-dir də. 5 dənə ləçəkdir, 5 dənə də erkəklikdir. Y bəndi. 26-cı sualda nöqtələrin yerinə uyğun gələn sözləri seçin. Qırmızı və qonur yosunların tallomları nöqtə-nöqtə olur. Ha, demək, bunlarda biz nəyə rast gələ bilərik? Bunlarda gələ bilərik. Kürə şəkilliyə, belə sap şəkilliyə də, lövhə şəkilliyə də. Hər üçünə rast gələrik də. Ha, hər üçü var. Cavabımız A bəndi olmuş olacaq. 27-ci sualda sancaq şəkilli plaunun qametinin müəyyən əlamətlərə görə genotipi böyük A, kiçik B, kiçik C olmuşdursa, onda
Protalda bu qameti əmələ gətirən hüceyrənin verilmiş əlamətlərə görə genotipi necə olmalıdır? Eynisi olmalıdır. Çünki qamet protal hüceyrəsindən mitoz yolundan əmələ gəlir. Yəni cavabımız Y bəndi olmalıdır 27-ci sualda. 27-ci sualda. Həm də ki, hər əlaməti idarə edən bir dənə gen olmalıdır. Çünki qamet də haploiddir, protal da haploiddir. Ona görə Y bəndi. 28-ci sualda x plus y plus z ifadəsinin qiymətini tapın. Çay xərçənginin mürəkkəb gözlərinin sayı x-dır. 2 dənə mürəkkəb gözü var. Bığcıqlarının sayı 4-dür. Çənə ayaqlarının sayı 6-dır. Cəmləyəndə cavabımız 12 edir də B bəndidir. 29-cu sualda insanda onurğa sütununun neçə şöbəsinə aid olan fəqrələr onurğadan kənar birləşmə yaradır. Onurğadan kənar birləşmə yaradır deyirsə, biz burada cavab olaraq boynu götürməliyik, ənsə sümüyü ilə birləşir, döşü götürməliyik, qabırğalarla birləşir, onurğadan kənarda da qabırğa və omanı götürməliyik, çanaq sümükləri ilə birləşir. Cavabımız 3 dənə olacaq, C bəndi. 30-cu sualda erkək qıcı, adi şam və zəncirotu bitkilərinin hər birinin mayalanmasında 20 erkək qamet iştirak etmişdir. Demək, erkək qıcda 20 mayalanma baş veribdir. Adi şamda elə 20 mayalanma baş vermişdir. Zəncirotunda örtülü toxumlu olduğuna görə bir mayalanma prosesində yəni 2 qat mayalanmadır, 2 sperm iştirak edir. Ona görə 10 dənə mayalanma baş veribdir. Bu proseslər zamanı cəmi neçə toxum əmələ gəlmişdir? Erkək qıcının toxumu yox idi. Adi şamda elə 20 toxum, zəncirotunda da 10 dənə toxum əmələ gələcək. Yəni cavabımız D bəndi olacaq 30-cu sualda. 31-ci suala gəlirik. Bizə deyilir ki, eyni yumurta əkizləri bilavasitə əmələ gəlir. Eyni yumurta əkizləri bilavasitə sözünü dediyinə görə blastomerlərdən götürəcəyik. Çünki zigot bölünür blastomerlərə. Hər bir blastomerdən ayrıca nə olur? Yumurta əkizi yaranmış olur. Hər bir blastomer ayrıca bir zigot kimi götürülür. 32-ci sualda şəklə əsasən verilən fikirlərdən hansı doğrudur? 1 ağız boşluğudur, 2 mədədir, 3 nazik bağırsaqdır. Birinci hissədəki mühit qələvidir. Ağız boşluğunda mühit qələvi deyil, zəif qələvidir. İkinci hissədə olan mühiti öd müəyyən edir. Mədədəki mühiti öd müəyyən eləmir, xlorid turşusu müəyyən edir. Üçüncü hissə polimer birləşmələrin ən çox olduğu hissədir, səhvdir. Polimer birləşmə ən çox birinci hissədə olar. D'də deyir ki, ikinci hissədə karbohidratları parçalayan fermentlər sintez olunur. Mədədə karbohidratı parçalayan ferment yoxdur. Bu da səhvdir. Y'də deyir ki, ikinci hissədə yağ və zülalların parçalanması baş verə bilər. Bəli, süd yağları və zülallar parçalana bilər. Cavabımız Y bəndi olur. 33-cü sualda hüceyrənin bölünməsi zamanı bölünmə vətərlərinin əmələ gəlməyə başlaması profazada və bitməsi metafazada. Müvafiq olaraq deyir, hansı fazada olur? Cavabımız B bəndi. Profaza və metafaza. 34-cü sualda hansı bitkinin çiçək strukturlarından birinin cəmi 12-dən çox olar? A. Yəni sonsuz var da burada demək istəyir. Sonsuz bir şey var burada. Quduzotudur da cavab burada. Bəli. Quduzotudur burada cavab. Bir dəqiqə. Yarğanotu yox. Quduzotu xat çəklərdir. Sonsuz deyilən bir şey yoxdur. Acı paxladır, paxlalılardır. Vəzərəkdir, xat çəklərdir. Soyadır, paxlalılardır. Amma çınqıl otu gül çiçəklərdir. Gül çiçəklərdir. Ona görə onun erkəklik sayı sonsuz olacaq. C bəndi. C bəndi. 35-ci sualda
Eyni növə aid fərdlər arasında müxtəlifliyin meydana çıxması asılıdır. Eyni növdür. DNT-dəki nukleotit növlərindən niyə asılı olsun ki? DNT-də 4 növ nukleotit var da zaten. Xeyr. DNT-dəki nukleotitdarcılığından bəli. Hüceyrədəki ribosom sayından da asılı olmaz. Cavabımız Y bəndi. 36-cı sualda. Paleozoy erasının Silur dövründə baş vermişdir. Silurda. Onurğalarda sümük toxuması Ordovikdə idi. İlk xordalların meydana çıxması Proterozoy. Planların ot və ağac formalarının meydana çıxması bax bu Silur dövründə idi. Pəzəzgözlü balıqlar devondur. Xarici xitin skeletin yaranması isə Kembridir. Cavabımız C bəndi olur 36-da. 37-ci sualda. Fikirlərin neçəsi doğrudur? Sinirlər neyronlardan uzundur. Fikri səhvdir. Neyronlar sinirlərdən uzun olur. Çünki sinirlər neyronların sadəcə uzun çıxıntısıdır. Amma orada neyronun tərkibində cisim var, qısa çıxıntı var. Ona görə neyron daha uzun olur. Sinirlərin əmələ gəlməsində 3 növ neyron iştirak edir. Xeyr, ara neyron sinirlərin əmələ gəlməsində iştirak etmir. Neyronların növ sayı sinirlərin növ sayına bərabərdir. Bəli, 3 növ neyron var, 3 növ də sinir var. Bu doğru bir fikirdir. Ara neyron işçi orqanla əlaqəli ola bilər. Xeyr, ola bilməz. Bəhərəki neyron hardadır? Nə varır ki? 5-ci fikirdə də 2 növ neyron ətraf mühitlə əlaqəlidir. Xeyr, 1 növ neyron, hissi neyron ətraf mühitlə əlaqəli olur. Cavabımız yalnız 3'dür. Yəni bir fikir doğrudur burada. A bəndi götürüləcək. 38-ci sualda bir insana sağ qolundakı vena damarından vurulan dərman ürəkdən hansı ardıcıllıqla keçər? Bizim sağımız soldur, solumuz sağdır. Demək qoluna vurubsa yuxarı boş vena ilə gəldi hara? Bu nədir? Sağ qulaqçığa. Oradan sağ mədəciyə keçəcək. Elə sağ mədəcikdən ağciyər kötüyü ilə çıxacaq. Birdən keçdi 3-ə. Oradan gələndə ağciyərə gedəcək. Gələndə gələcək deməli ağciyər venaları ilə sol qulaqçığa. Sol qulaqçıqdan sol mədəciyə 4 ilə davam elədi. Sol mədəcikdən də çıxacaq aorta ilə, yəni 2 ilə də davam eləmiş olacaq. Cavabımız 1, 3, 4, 2, yəni C bəndi olur 38-ci sualın cavabı. 39-cu sual. May böcəyinin qarıcığı 8 buğumdan ibarətdir. Bu böcəyin ətraflarının sayının 6, nəfəsgahların sayına olan nisbəti. Aha, may böcəyində nəfəsgahın sayı 4 dənə döş buğumlarındadır, 14 dənə də qarıncıq buğumlarındadır. Hesabladığımız zaman 18 dənə nəfəsgahı var bunun. Olan nisbətini istəyir. 6-nın 18-ə 1-in 3-ə nisbətində olmuş olur. Yəni cavabımız B bəndi olacaq. 40-cı sualda sxemə əsasən verilən fikirlərdən hansı yanlışdır? Səhvi istəyir. Deyir ki, birinci bitki qutucuq meyvəli ola bilər. Birinci bitkidə baxıram ki, erkəkli sayı 5 dənədir. 5 dənə erkəkci olan qutucuq meyvəli bitkilər kimi biz badımcan çiçəklərin nümayəndələrindən, ən azından indi yadıma düşən oldu, onu göstərə bilərik. Yəni, iki deyək, dəlibəngdir, bat-batdır falan filan, bu kimi. Sonra deyir ki, ikinci bitki iki qat çiçək yanlığına malikdir. İkinci bitkidə erkəklik sayı 10 dənədir. Bu paxlallardır, doğrudur da. Yəni paxlallarda iki qat çiçək yanlığı olur. Həm kosa yarpaq var, həm ləçəyi. Üçüncü bitki biznesli ola bilər. Üçüncü bitki erkəklik sayı 3'dür. Bir cinsli ola bilər. Çiçək, yəni ola bilər, yəni qarğıdanlıq erkək çiçəyində, dişi çiçəyində. Bu da doğru bir fikir hesab edilə bilər.
Dördüncü bitkidə deyir ki, D-də deyir ki, dördüncü ikilik bitki ola bilər. Bəli, dördüncüdə altı erkəklik var, zambaq fəsiləsinin nümayəndələri kimi götürə bilərik bunu. Həmçinin də xaççəklərin nümayəndələri kimi götürə bilərik. Ola bilər, bəli, ki, ikilik bitki olsun, soğanaqlı bitkilər, meyvə köklü bitkilər falan filan. Y-də isə deyir ki, bizə beşinci bitki sadət çək yanlığına malik ola bilər. Beşinci bitki də 10 dənə erkəkçiyə sahibdir. Yəni orada e, sadət çək yanlığına malik ola bilməz axı. İkiləpəli bitkilərə xas olan çiçək yanlığı iki qat çiçək yanlığıdır. Ona görə sadət çiçək yanlığı sadəcə bir ləpəlilərə xasdır. Ona görə cavabımız Y bəndi səhv kimi götürülməlidir. Belə, əzizlərim, bu dəfəki test izahımızdan bu qədər. Sağ olun, hələlik.